FM. Yurd FM radyo stansiyasında Bizden Soruş programını dinliyorsunuz. Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər. Yurd FM-də siz yenə də 90.7-də Bizdən Soruş başladı. Yurd FM radyo stansiyasında Bizden Soruş programını dinliyorsunuz. Bəli, artıq biz elan eləmək istəyirik ki, bu həftədən həftənin 3 günü sizin görüşünüzə gələcək əziz dinləyicilər. Bizi dinləyən dinləyicilərimiz mütəmadi, bizi dinləyən dinləyicilərimiz artıq bilirlər ki, biz həftə içi 2 gün çıxırdıq. Bugündən etibarən isə sizin istəyinizlə, bax sizin istəyinizə uyğun olaraq artıq bugündən 1, 3, 5-ci günləri Bizdən Soruş efirdə olacaq. Yurd FM radyo stansiyasında Bizden Soruş programını dinliyorsunuz. Təbii ki, mənim dəyişilməz həmkarlarımla və dəyişilməz saatımızda yenə də sizin görüşünüzə gələcək. Biz həm canlı şəkildə görüntülü, həm də sükan arxasında əyləşən dinləyicilərimiz üçün radiodan dinlənirik. Bir daha xatırlatmaq istəyirəm ki, həmkarlarım Cəmil Əkbər və Zaur Hacıyevlə birlikdə yenə də Bizdən Soruş bugün 1 saat boyunca sizin həm qulağınızda, həm qarşınızda olacaq. Yurd FM radyo stansiyasında Bizden Soruş programını dinliyorsunuz. Yeni qoşulan dinləyicilərimizə bir daha xatırlatmaq istəyirəm ki, biz Bizdən Soruş layihəsi ilə sizin görüşünüzə gəlməkdə məqsədimiz günün ən aktual gündəm məsələlərini ictimailəşdirməkdir. Bugün də gündəmin ən aktual məsələlərindən birini təbii ki, yenə də gündəmə gətirmişik. Düşünürəm ki, sizin üçün də çox maraqlı bir mövzudur və 1 saat boyunca sizi darıxmağı qoymayacağıq. Çünki maraqlı, peşəkar bir qonağımız var mövzumuza uyğun. Bugün biz əmək münasibətlərindən danışacağıq. Hansı ki, əmək münasibətləri necə tənzimlənir və əsasları, qaydaları nələrdir? Ətraflı, detallı şəkildə hansı ki, bizim peşəkar mütəxəssisimiz vasitəsilə müzakirə eləyəcəyik. Vaxt itirmədən mən istəyirəm ki, qonağımızı artıq təqdim etməyə start verək. Yurd FM radyo stansiyasında Bizden Soruş programını dinliyorsunuz. Düz 15 ildən çoxdur ki, özəl sektorda təlimçi olan, eyni zamanda kadrlar şöbəsinin müdürü olan Yaşar Süleymanov bizim bugün qonağımızda, insan resursları və idarəetmədə çox peşəkar bir təlimçidir şəxsən özü. Düşünürəm ki, sizin ən yaxşı şəkildə faydalı ola biləcək bir mövzunun suallarını cavablandıracaq bir insandır. Mən istəyərəm ki, artıq qonaqlarıma yox, həmkarlarıma üzümü tutum və birinci onları salamlayım və təbrik edeyim ki, nə yaxşı ki biz artıq bunu bacardıq. Çox az bir müddətdə verilişimizin müddətini artırmağa cəhd elədik və təbii ki, rəhbərlik də bununla razılaşdı. Təşəkkür edirik. Cəmi, səni salamlayıram. Bugün artıq bizim ikinci efirimizdir. Zauru sonra salamlayacağım. Zaurla biz artıq ilk gündən bərabərik. Salam aleykum, hamını salamlayıram. Yaşar bəyə də salamlayıram. Ümid edirəm ki, çox maraqlı mövzu olacaq. Bizi sosial şəbəkələrdən də izləyə bilərsiniz. Bizim artıq bir neçədən sual verirlər. Artıq suallarımız gəlməyə başlayır. Monitoru sən görürsən, biz görmürük. Sualları ona görə sən səsləndirəcəksən. Qəbul. Bundan sonra sualları da səsləndirəcəm və ən əsası, ilkin olaraq ən əsas sual ondan ibarətdir ki, Yaşar bəy, əmək münasibətləri ümumən necə yaranır, hardan yaranır? Bunlar haqqında bizə bir balaca məlumat verərdiniz. Əvvəla təşəkkür edirəm. Məni dəvət eləmisiniz. Bugünkü belə deyək, seçdiyimiz mövzu biraz qlobal mövzudur. İşçi, işə götürən arasında əmək münasibətləri necə tənzimlənir? İşçi götürən arasında problemlər nədən qaynaqlanır? Bunların hamısı bugünkü dövrümüzdə, cəmiyyətimizdə belə deyək, müzakirə olunur. Amma biz də onlara bir töhfə xarakterli, məsləhət xarakterli fikrimizi deyəcəyik. Əmək münasibətləri necə tənzimlənir? Əmək münasibətləri tənzimlənmişdən öncə biz bildirməliyik ki, birinci növbədə işçini işə götürməzdən əvvəl onun iş yerini təyin etməlisən. Yəni, əmək məcəlləsində 64-cü maddə var. İşçinin iş yerinin attestasiya olunması. Yəni, bir sahibkar bir qurumu qurduqdan sonra oturacaq yerini, iş yerini təyin edildikdən sonra məcburdur ki, təəssüflər olsun ki, bugün belə deyək, sahibkarların əksəriyyəti bunu eləmir. Amma birinci növbədə işçinin iş yerinin attestasiyası, yəni işçinin işlədiyi yer zərərlidirmi, işçinin işlədiyi yer qapalıdırmı, ona görə də birinci növbədə o təyin olunmalı. Yaşar bəy, dərhal suala keçəcəm. Bunu kim təyin edir? Bunu şirkətin sahibkarı, şirkətin direktoru, yəni vəzifəli şəxslər bunu birinci növbədə
ofis mi deyim, iş yeri mi deyim tapdıktan sonra onu bir növ yoxlamalıdır. Yoxladıkdan sonra dövlətin üçüncü şəxs tərəfindən, lisenziyası olan şirkət tərəfindən iş yerinin attestasiyası mütləqdir. Ya bu fərq eləməz. Ofis işi olur olsun, zavod və fabrik və sair və axır. Qanun 64-cü maddə bildirir ki, iş yerinin attestasiyası mütləqdir. Deməli sahibkar öz işini başladıqdan sonra kiraya götürür yerini Bəli. və ondan sonra üçüncü tərəfi, qurumu çağırır, hansı ki Lisenziyası attestasiya. olan sertifikasiyadan keçmiş dövlətin tanıdığı bir şirkətdən Bəli. o attestasiyanı eləməlidir şirkətin. Sizin fikrinizcə bu günləri bu qanun hal-hazırda işləyirmi? Yəni çalışırmı və bunu kim nəzarət eləyir? Mən sizə bir şey deyim. Birinci növbədə ona nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi nəzarət eləməlidir. Amma bugünkü mən sizə bir söz deyim. Eqovaz var idi bizim elektron hökumət portalımız. Biz onun vaxtında zülmlə əmək müqavilələri bir-bir işləyib ora vururduq sistemə. Amma indiki əmas, əmək müqavilənin alt sistemi o qədər mükəmməl qurulub ki, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən o qədər mükəmməl qurulub ki, bugün mən dediyim orada öz əksini tapır. Sistemə birbaşa iş yerinin attestasiyası ilə bağlı bütün məlumatlar işlənilir. Yaşar bəy, ola bilsin ki sizin sahənizdən, amma bu sualı vermək məcburiyyəti qarşısındayım. Çünki sahibkarlar hal-hazırda başladılar burada. Buyurun, heç bir problem yox. Cəriməsi varmı? Əgər mən bu Hal-hazırda onunla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Naziri yanında dövlət qurumu, yəni onunla bağlı işləyirlər. Bəli, qısa müddət ərzində həmin iş yerinin attestasiyasını zərərli sahə ilə vurulmaması ilə bağlı, sistemə işlənməməsi ilə bağlı cərimələr tətbiq olunacaq. Təşəkkür edirəm. Bəli. Bu bir. İkinci gəldi əmək münasibətləri necə tənzimlənir? Birinci əmək məcəlləsində 42, 43, 44-cü maddələr var, hətta 45-ci maddələr var ki, onlar birbaşa əmək müqavilənin quruluşunun növünü tənzimləyir. Əmək münasibətləri iki şəxs arasında, biri işçi, biri işə götürən. Tərəflər arasında əmək münasibətləri yaranırsa, əmək müqaviləsi bağlanmalıdır. Əmək müqaviləsi sərbəst bağlanır. Məsələn, mən gender bərabərliyi ilə bağlı Nazirlikdə Əmək və Əhalinin Sosial Müdafiə Naziri bir konfransda oldum. Deyirlər ki, belə deyək, biz hüquqşünaslar vurğuluyur ki, biz əmək müqaviləsi bağlamırıq. Hüquqşünaslar deyir. Çünki bizim hüquqşünaslardan fərqimiz odur ki, biz kadr seçimindən yanaşırıq. Biz bir cümlənin ümumi mətn formasına yanaşırıq. Amma hüquqşünaslar hər bir cümlənin sözünə yanaşırlar. Və onlar deyir ki, sərbəst bağla biz bağlamırıq. Xeyr, tərəflər arasında əmək münasibətləri varsa, əmək müqaviləsi mütləqdir. Keçək əsas məsələyə. Gündəm, daha doğrusu bundan əvvəl ancaq əmək kitabçasını işə götürürdülər və yaxud da işə götürəndə əmək kitabçasına mütləq işlənilirdi bu prosedur, bu proses. İndi bu necə tənzimlənir ümumiyyətlə? Gəlin belə deyək, əvvəl 2000-ci ildən Əmək Məcəlləsi kitabı yarandıqdan, yəni bizim cəmiyyətin istifadəsinə veriləndən, biz orada belə deyək, əmək kitabçasının rolu bu gün də eynidir. Yəni, işçi, işə götürən 48-ci maddə ilə işə götürən işçini işə götürməlidir. Hətta mən sizə deyərdim, əmək kitabçadan yanaşı tibbi arayışın da təqdim olunması, o da bir qlobal problemdir. Bu mütləqdirmi? Bəli. Bu suallarımız içərisində zaten var idi. Bəli. Burada nədir vəziyyət? Əmək kitabçası işçi işə qəbul olunda 5 gün, iş günü ərzində əmək kitabçasını təqdim eləməlidir. Amma bu əmas sistemi Eqovaz çıxdıqdan sonra əmək kitabçası olmağı şərtdir. Niyə şərtdir? Məsələn, bununla bağlı sizə bir ipucu verim. Təəssüflər olsun ki, bugün kadrlar işini mühasiblər görür. Bu düzgün deyil. Mühasib kadr kargüzarlığını, kadr sənədləşməsini minimum 1 il, 6 ay bir müəssisədə aparmalıdır ki, o işi bilsin. Hər bir mühasibə yaxınlaşın, deyin ki, bu əmək kitabçası ilə stajı hesabla. O stajı hesablaya bilmir. Əmək kitabçası ona görə mütləqdir ki, işçinin səndən əvvəlki dövrdə işlədiyi iş stajı hesablansın. Bəli. Və İnzibati Xətalar Məcəlləsinin 192-ci maddənin 7-ci bəndində vurğulayır ki, işçinin əmək kitabçası ya təqdim elədi, eləmədi, siz özünüz açmalısınız. Qanunla siz açmalısınız. İşə götürən. Müəssisə açmalıdır. Bəli, işə götürən açmalı. Açmadığı təqdirdə 500 manatdan 1000 manata qədər cərimə. Cəriməsi var. Bəli. Ancaq tibbi müayinədən keçmə, bu məsələ biraz individual yanaşmadır. Bugün müəssisələrimizdə